Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid İslamov Daşqın Alikoğludur. 1993-cü il iyunun 11-də Sabirabad rayonunun Poladtugay kəndində anadan olub. Azərbaycan ordusunun könüllü əsgəri olan Daşqın İslamov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın İslamov oktyabrın 29-da Hadrut döyüşləri zamanı şəhid olub. Noyabrın 2-si öz ana torpağında Sabirabad rayonunun Poladtugay kənd qəbristanlığında dəfn olunub. Şəhidimizdən bizə yadigar Akşin və Sinan adlı iki oğul övladı yadigar qalıb. Ata-anasının qayğısına qalan, ailəcanlı olan, uşaqlarının həddindən artıq çox istəyən olmuşdur Daşqın. Bütün istəklərini yerinə yetirməyə çalışıb, dostlarına qarşı səmimi olub, böyük-kiçik yeri bilən olub, öz zəhməti ilə ailəsini dolandırıb. Daşqın İslamov ölümündən sonra Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə medalı ilə təltif edilib. Şəhidimizin müqəddəs ruhu qarşısında baş əyirik. Onlar bizi düşünərək döyüşdülər. Biz də onları unutmayaraq yaşamalıyıq.